Novruz inancı batil deyil, bəli. Amma yaşadığımız coğrafiyanı nəzərə alsaq, bu bizim İslamdan öncəki adət-ənənəmizdir. Belə bir başlıqla sual verib. Və başqa həmçinin deyib ki, qoğal bişirmək də bizi dindən çıxarmasın. Buna münasibət necədir? Əlhamdülillah, bilirsiniz, şək yoxdur ki, Novruzdur və başqa, onlar İslamla heç bir əlaqəsi yoxdur. Hətta İslama ziddir, belə baxanda müəyyən məsələlər ki var orada. İslamla düz gəlmir dinimizlə. Lakin biz demirik ki, kim Novruzu qeyd edir, kafirdir və ya şəkər bura pişirsə və yeyirsə kafirdir. Biz hələ təkfir məsələlərində biz çox ehtiyatlıyıq. Çox ehtiyatlıyıq. Yəni, o birisilərə baxanda, başqa bütün firqələrə baxanda sələflər təkfirdə çox ehtiyatlıdırlar. Başqaları da baxanda, müqayisə eləyəndə. Lakin biz çalışmalıyıq, düzdür, adət-ənənənin əleyhinə deyilik. İslam da adət-ənənələrin əleyhinə deyil, lakin hansı adətlərin əleyhinədir, hansılar ki, dinə ziddir, dinlə düz gəlmir. Məsələn, biz gələndə din və adət, biz dini üstü tuturuq. Əgər dinlə düz gəlmirsə. Lakin düz gələn adətləri ki var və ya dinə zidd deyilsə, biz onları inkar eləməyik, biz onları qəbul edirik, özümüz də o adətləri eləyirik. Aydındır? Həmçinin sualın davamında belə maraqlı bir müqayisə edib. Bu tip düşüncəli insanlar, xüsusən də özünü Qurani adlandıranlardan sonra fəallaşırlar. Kommentlərdə də bu görülür. Və deyir ki, bu bişirilən şeylər qoğaldır və s. Bu bizim adətlərimizdir və bunlara qadağa qoyulur. Yerinə isə 3 manat 50 qəpik verib xurma ilə oruc açmaq ərəb adəti gəlib. Bunu belə bir-birini əlaqələndirir. Yox, düzgün müqayisə deyil. Görsənir, o tapa bilməyib nəsə. Başlayıb oturub fikirləşməyi, fəlsəfə. Xurma heç bir adətlə əlaqəlidir. Xurma ümumi yeməkdir, meyvədir, meyvənin bir növüdür. Və salam. Düzgün müqayisə deyil. Xurmanı nəsə hazırlan. Xurma meyvədir, ağacda bitir, onu yeyirlər. Və salam. Onu hər vaxt yeyirsən. Bu ərəblərin adəti olduğuna görə, yoxsa Allah Rəsulü'yə görə biz yeyirik onu? Səhvdir, yox. Bu ərəblərin adəti deyil. Sadəcə bu faydalı bir meyvələrdən biridir, bitkilərdən biridir. Biz yeyirik onu. Həkimlər Aydındır. Sadəcə ola bilmirlər nə etsinlər. Başlayırlar, nə üçün belə, alma belə, armud belə, göyərti belə. Ola bilmirlər nə desinlər. Boş söhbətdir. O xurma yemək ərəblərin adəti deyil. Bəli.